Kızlar, bu günlərin biz hazır məhsullarla, bunu mağazadan almışam. Bu çox gözəl olur. Mantının içi ətsiz formasıdır. Yəni çox qəşəng olur. Bunun süzməsi də olur, sulu yeməyi də olur. Hazırladıqca sizə göstərəcəm. İndi bugün biz bunun çəkməsini eləyəcəyim hazır alətimdən. Görək necə alınır. İnşallah bəyənərsiniz, xoşunuza gələr və siz də evinizdə hazırlayarsınız. Bizə də bir sağ ol deyirsiniz. Əlim yandı. Yağımızı da əlavə edək. İndi qazın üstünə qoyaq pişməyə. Biraz qovrulsun, sonra əti dökəcəm. Qariyatın olduğuna göre, yani malak olduğuna göre çekik tökülən biraz var. Bunda çok fazla dadır. Soğan biraz saralsın, sonra eti əlavə edəcəm üzerine. Şimdi soğanımız biraz saraldı. Şimdi üzerine hazır eti ilave edip ikisi bir yerde. Şimdi gözləyək. Təmiz soğan tamamilə ölsün. Ondan sonra biz hamurumuzu əlavə edəcəyik. Evet, soğan yeteri qədər öldüyünə görə mantıları üzerine ilave edilir. Üzerine kaynayan su ilave eder. Demək olar ki 2 stəkan əlavə edək. Üzərinə çıxana qədər. Belə qarışdıraq ki, yapışmasın. Qapağını örtək və qazın ən aşağı dərəcəsində qoyaq.